Hədisdə var, namaza başlayanda vida namazı kimi nəzərə alınır. Yəni bu namaz vida namazındır, sonuncu namazın bitdi. Gəlib alan farz elər. Bu bir ariflərdən birinin bu yaxında fikrini oxuyurdum, deyirdi namaz dəstəmazdan başlayır. Qəşəng dəstəmaz alın ki, qəşəng namaz qılasınız. Gözəl. Biz dəstəmazı bəzi vaxtlar adi baxarıq, yox, adi baxmaq olmaz. Dəstəmaz özü də bir paklılıqdır, insan hazırlaşır. Dəstəmaz artıq sanki Meyracın qapısıdır. Gəlmişsən qapını döyməyə dəstəmazda. İmamımız buyurdu ki, məsum imamlardan biri buyurdu ki, qəd qaməti səlatda mənası budur, qədhanə ziyarə. Allahla ziyarət vaxtı yetişdi. Allahla ziyarət vaxtı yetişdi. Yəni Meyraca gəlsən. Meyracın da qapısı elə bir dəstəmazdır. Qapını yaxşı döy də. Bizi qapını döyərlər ki, qapı açılsın. Dəstəmaz qapını döyməkdir. Dəstəmazı qəşəng almaq. Zikirləri var. 3 dəfə dəstəmazın Qədr Surəsini oxumaq. Bismillah. Mən oxumuşam imamlarımızdan biri rəngi ruhu saralar dəstəmazda. Bu dəstəmaz balaca bir iş deyil ki. Dəstəmazlı gəzmək tövsiyə edirəm sizlərə. Dəstəmazlı yatmağı tövsiyə edirəm. Bir də dəstəmazlı olanda insan pakdır da. Pakdır. Pak olanda da insan Allah nə edir? Müəyyən ilhamlar da olur. Allahdan lütflər də olur. Ruhu pak, təmiz. Dəstəmazı yaxşı alsın. Deyirəm, namazı necə qəşəng qılmaq. Bir yoldur.